Bir daha salam müəllimlər. Bugünkü dərsimiz emosional və psixomotor taksonomiyadır. İdrak taksonomiyasını keçəndə biz artıq bildik ki, idrak taksonomiyası şagirdin idraki fəaliyyətləri ilə bağlıdır. Onların beynində gedən idraki proseslərlə bağlıdır. Amma emosional taksonomiya isə şagirdin şəxslər arası münasibətlərinin formalaşmasında, onların emosional hazırlığında əks olunur. Psixomotor taksonomiya isə şagirdin fiziki inkişafı ilə bağlıdır. Bu üç sahənin birlikdə sıx əlaqəli öyrədilməsi öyrənmə prosesini daha da effektiv edir. Gəlin görək, effektiv, yəni emosional taksonomiya nədir? Dedik ki, emosional taksonomiya şagirdlərin hissləri ilə, daxili motivasiyaları ilə, şəxslər arası münasibətləri ilə bağlıdır və insanın içində baş verən hissləri, emosional hazırlığı bu emosional taksonomiyanın əsas xüsusiyyətlərindən biridir. Təlim prosesində müəllimin şagirdə verdiyi müxtəlif təlimatlar, müəllimin özünü nümayiş etdirdiyi münasibət və emosiyalar şagirdləri yönəldir. Şagirdin bu sahədə inkişafı onun dərsə və ətrafa münasibətlərində, davranışında, diqqət və qayğısında müşahidə olunur. Effektiv sahənin özünün 5 dənə mərhələsi var. Birincisi qəbul etmə, ikincisi cavab vermə, üçüncüsü dəyərləndirmə, dördüncüsü təşkil etmə və beşincisi xarakterizə etmə. Birinci mərhələsi qəbul etmə mərhələsidir. Adından da göründüyü kimi bu mərhələ informasiyanı qəbul etmək və informasiyanı qəbul etmək üçün həvəsli olmaq, diqqətli olmağı tələb edir. Şagirdlər qəbul etmə mərhələsində necə olmalıdır? İnformasiyanı qəbul edən tərəf olmalıdır. Müəllim danışarkən özü üçün qeydlər götürməlidir. Fəal dinləyici olmalıdır. Fikrini yayındıracaq hər bir şeydən uzaq olmalıdır. Yəni, başqa sözlə desək, yeni informasiya və təcrübələrə açıq olmalıdır. Diqqətli dinləməyi bacarmalıdır. Fəaliyyətində iştiraki həvəsli olmalıdır. Bu mərhələnin xüsusiyyətləri ən çox nə oldu? Fəal dinləyici olmaq, qeydlər götürmək, müzakirələri dinləmək, yoldaşlarını dinləmək, müəllimin danışdığı dərsi diqqətlə dinləmək, diqqətini danışana yönəltmək. Bu kimi xüsusiyyətlər effektiv sahənin xüsusiyyətlərindəndir. Bu qəbul etmə mərhələsini şagirdlərdə necə formalaşdıra bilərik? Müəllim necə formalaşdıra bilər? Buna nail olmaq üçün müəllim nə etməlidir? Dərsin əvvəlində şagirdlərin dərsə marağını artırmalıdır. Marağı artırmaq üçün də şagirdlərə mütəmadi olaraq onların fikirlərini təlim nəticəsinə yönəltməlidir, düşündürücü suallar verməlidir və şagirdlərin qaydalara fikrini yönəltməlidir. Bu da oldu qəbul etmə mərhələsi. İndi keçirik müəllimlə cavab vermə mərhələsinə. Cavab vermə mərhələsi artıq şagird bu mərhələdə nə edir? Dinlədiyi məlumatı müəllimə geri qaytarır, yəni cavab verir. Şagird cavab vermədə başa düşmədiyi məqamlarda sual verməlidir, öyrəndiyini təqdim etməlidir və şagirdin qoyulan qaydalara əməl etməsi bu mərhələnin xüsusiyyətlərindən biridir. Şagird müzakirələrdə aktiv iştirakçı olmalıdır. Müzakirələrdə baş verən proseslərə reaksiya verməlidir, uyğun və adekvat cavablar verməlidir, təqdimat etməlidir, modelləri araşdırmalıdır, yeni informasiyanı anlamaq üçün araşdırma aparmalıdır. Deməli, cavab vermə mərhələsinin xüsusiyyəti nə oldu? Dərs müddətində aktiv iştirakçı olmalıdır, suallara cavab verməlidir, anlamadığı məqamlarda sual verməlidir, tapşırıqların həllinə maraq göstərməlidir və fəal iştirakçı olmalıdır. Ən çox da müzakirələrdə iştirak etməlidir və baş verən proseslərə reaksiya bildirməlidir. Bu da oldu cavab vermə mərhələsi. Və indi keçirik müəllimlər
üçüncü mərhələmiz olan dəyərləndirmə mərhələsinə. Dəyərləndirmə mərhələsi burada şagird qəbul etdiyi məlumat əsasında artıq dəyərlər formalaşdırır. Dəyərlər deyəndə nə başa düşürük? Şagird məsələn yoldaşlarına könüllü olaraq kömək göstərir, onlarla empatiya qurur, onların nəticəsi zəif olanda onlara ürək-dirək verir, motivasiya verir. Əgər şagirddə özünə və başqalarına haqq qazandırmaq, ətrafdakı insanlara empatiya nümayiş etdirmək kimi xüsusiyyətlərini görsək, həmin şagirdin artıq dəyərləndirmə mərhələsinə çatdığını deyə bilərik. Deməli, dəyərləndirmə mərhələsində nə oldu? Şagirdin öz daxilində formalaşdırdığı dəyərlərlə bağlıdır. Şagird yoldaşına, ətrafdakılara diqqət və qayğı göstərir, könüllü olaraq yardımlar göstərir. Yardımlar göstərmək təşkil etmə mərhələsində də var müəllimlər. Amma onunla bir fərqi var ki, dəyərləndirmə mərhələsində şagird özü kənardan müşahidə edir və görür ki, kiminsə yardıma ehtiyacı varsa, özü yaxınlaşır, özü yardım etmək istəyir. Sinif yoldaşına ürək-dirək verir, onun uğursuzluqlarına qarşı görür ki, uğursuzluqları var, ona motivasiya verir. Deyir, bu səfər alınmadısa, daha çox çalışsan, gələn səfər nəticən daha yüksək olar. Yəni, bir sözlə, burada şagird dəyər göstərir, diqqət göstərir yoldaşlarına. Bu da olur dəyərləndirmə mərhələsi. Sonra gəlirik, müəllimlər, 4-cü mərhələmiz olan təşkil etmə mərhələsi. Təşkil etmə metakognitiv bacarıqlarla bağlıdır. Metakognitiv bacarıqları bilirik ki, biliyi öyrəndik. Metakognitiv bilik artıq biliklə əlaqəli olduğuna görə o bilik mərhələsində qaldı, bilik növlərində qaldı. Amma biz taksonomiya fəaliyyət növü olduğuna görə biz burada təşkil etməni metakognitiv bacarıqlarla əlaqələndiririk. Ümumiyyətlə, təşkil etmə bir çox dəyərlərin toplusundan əmələ gəlir. Yəni, təşkil etmə ən çox öz fəaliyyəti ilə bağlı bir mərhələdir. Burada şagird özü üçün strategiya qurur, özü üçün özünü monitorinq edir, özünün güclü və zəif tərəflərini aşkar edir, özü üçün plan qurur, strategiya seçir, hər şeyi öz vəziyyətinə uyğunlaşdırır. Burada da kömək etmək məsələsi var, müəllimlər. Bilik dəyərləndirmədə də var, təşkil etmədə də var. Amma təşkil etmədə də kömək necə olur? Təşkil etmə mərhələsində şagird baxır ki, sinif yoldaşının əgər köməyə ehtiyacı varsa və yaxud da şagird görür ki, sinif yoldaşı ondan kömək istədiyi vaxt ona köməyə gedir. Yəni, könüllü olaraq getmir. Görür ki, əgər köməyə ehtiyacı varsa və o köməyi ondan istəyirlərsə, o sinif yoldaşına köməyə gedir. Sonra təşkil etmə mərhələsində şagird yaxşı ilə pisi seçməyi bacarır. Demək, bu mərhələdə şagird təşkil etmə bacarığına malikdir. Yəni, burada ən çox metakognitiv bacarıqlardan istifadə olunur. Yəni, şagird özü üçün lazım olan, özünə uyğun yolları seçərək, özünə strateji yollar seçərək nə isə təşkil edirsə, bu təşkil etmə mərhələsində etmə mərhələsi. Xarakterizə etmə mərhələsi bu sözün kökünə əgər fikir versək, görürük ki, xarakter sözündən əmələ gəlmişdir və bu mərhələ şagirdin davranışlarının onun xarakterinə çevrilməsini ehtiva edir. Yəni ki, şagirddə bu mərhələdə əgər şagirddə hər hansı bir fəaliyyət xarakter məsələsinə çevrilibsə, deməli artıq o şagirddə xarakterizə etmə mərhələsi inkişaf etmişdir. Burada da açar sözlərimiz həmişə, daim, hər zaman, hər şey, hamı, hər şey açar sözlərindən istifadə olunur. Niyə? Çünki şagird, məsəl üçün deyirik ki, şagird hər gün məktəbə gələndə müəllimlərinə hörmət nümayiş etdirir. Görürsünüz burada, artıq şagird bunu hər gün təkrar edir və bu da onun xarakterinə
çevrilir. Və yaxud da deyirik ki, şagird hər gün məktəbə, dərsə gecikir. Deməli, bu şagirddə nə baş verib? Artıq onun dərsə gecikməsi onun xarakterinə çevrilir və o hər gün, hər daim dərsə gecikir. Bu da olur xarakterizə etmə mərhələsi. Xarakterizə etmə mərhələsini qəbul etmə mərhələsindən belə fərqləndirə bilərik ki, məsələn deyirik, şagird dərsi dinləyir. Deməli, dərsi dinləyirsə, bu qəbul etmədir. Amma deyirik ki, şagird həmişə dərsi dinləyir. Deməli, bu artıq şagirddə bir xarakterə çevrilir və şagird bunu hər gün, daim yerinə yetirir. Bu da olur xarakterizə etmə mərhələsi. Və müəllimlər effektiv fəaliyyətin formalaşmasına mütləq diqqət yetirməlidirlər. Şagirdlərin ən birinci mərhələdən başlayaraq ən yüksək mərhələsinə qədər inkişaf etdirilməsi onları həm öz həyatlarına, həm də ətrafdakıların həyatlarına müsbət təsir göstərə bilər. Əvvəldə də qeyd etdiyimiz kimi, sosial-emosional öyrənmə səmərəli təmin edilməsi üçün bu fəaliyyətlərin inkişafına xüsusi diqqət yetirmək lazımdır. Sonra gəlirik müəllimlər, psixomotor taksonomiya. Psixomotor taksonomiyada adından göründüyü kimi hərəkətlərlə bağlıdır. Burada şagirdin fiziki bacarıqlarla və hərəkətlərdən əlaqəlidir. Psixomotor sahənin özü də 5 mərhələdən ibarətdir. Birincisi imitasiya, ikincisi manipulyasiya, üçüncüsü dəqiqlik, dördüncü artikulyasiya və beşinci təbiiləşmə. Gəlin baxaq görək indi imitasiya mərhələsi nə deməkdir? İmitasiya ən çox fiziki tərbiyə dərslərində daha çox rast gəlinir. Niyə? Çünki burada hərəkət var. Və burada imitasiyada hərəkətlər canlı şəkildə nümayiş etdirilir. Təbii ki, müəllim tərəfindən. Müəllim canlı şəkildə hərəkətləri nümayiş etdirir. Şagirdlər də ona baxaraq həmin hərəkətləri təkrar edirlər. Bu olur imitasiya mərhələsi. Bir də var ki, məsələn, YouTube-da biz nəyəsə baxırıq və o hərəkətləri təkrar eləyərək biz nəyəsə yerinə getiririk, nəyəsə düzəldirik. Bu da yenə imitasiya mərhələsidir. Və deməli, imitasiya mərhələsi nə oldu? Hərəkətlərin canlı şəkildə göstərilməsi və həmin hərəkətlərin təkrar edilməsidir. Sonra keçirik ikinci mərhələ olan manipulyasiya mərhələsinə. Bu mərhələ birbaşa müşahidə olmadan yazılı və şifahi təlimatlar əsasında aparır. Manipulyasiya belə deyək ki, idarə etmək deməkdir. Burada əsas təlimatdır. Əgər burada təlimat varsa, məsələn, müəllim şagirdlərə hərəkətləri canlı şəkildə göstərməyə də bilər və dilinlə şifahi şəkildə deyə bilər ki, uşaqlar, bu hərəkəti eləyin, bu hərəkəti eləyin. Şagirdlər də müəllimin təlimatına əsasən həmin hərəkətləri yerinə yetirirlər. Bu da oldu manipulyasiya. Deməli, manipulyasiyada təlimatlar yazılı və şifahi şəkildə ola bilər. Yazılı təlimat nədir? Baxın, yazılı təlimat görürsünüz burada şəkildə. Biz bu şəkli şagirdlərə göstərə bilərik. Şagirdlər də o şəkilə baxıb həmin hərəkətləri yerinə getirə bilərlər. Bu olur yazılı təlimat. Bir də var şifahi təlimat. Şifahi təlimatda deyirik ki, məsələn, şagird deyir ki, uşaqlar, boy sırasından düzülün və komandanı gözləyin. Komanda veriləndən sonra şagirdlər nə edir? Sağa dönürlər, sola dönürlər. Deməli, burada nə oldu? Şifahi təlimat oldu. Yəni, bir sözlə manipulyasiya təlimatlar əsasında yerinə yetirilən bir mərhələdir. Yəni ki, imitasiyanın, manipulyasiyanın fərqi onda oldu ki, imitasiyada canlı hərəkətlər canlı şəkildə göstərilir. Manipulyasiyada isə hərəkətlər yazılı və şifahi təlimatlar əsasında həyata keçirilir. Sonra gəlir üçüncü mərhələmiz olan dəqiqlik mərhələsi. Dəqiqlik mərhələsi də bilirik ki, artıq üçüncü mərhələdir. Burada nə müəllimin göstərişi var, nə də təlimat var. Burada
şagird sadəcə özü öyrəndiyini müstəqil şəkildə yerinə yetirməlidir. Dəqiqlikdə şagird o demək deyil ki, hər şeyi səhvsiz, dəqiq yerinə yetirməlidir. Xeyr, burada səhvlər də ola bilər, düzgünlük də ola bilər. Sadəcə hərəkətləri düzgün yerinə yetirərək davamlı məşq etməlidir. Davamlı məşq etdikdən sonra təbii ki, hərəkətlər düzgünlüyə doğru irəliləyəcək. Və burada şagird nə etməlidir? Öyrəndiklərini təkrar etməlidir, davamlı məşq etməlidir və davamlı sınaqdan keçirməlidir. Dəqiqlik mərhələsində deməli nə oldu? Nə müəllimin köməyi olmadan, nə də yazılı və şifahi təlimatlar olmadan şagird hərəkətləri özü sərbəst şəkildə səhvləri ilə, düzləri ilə yerinə yetirməlidir. Bu da oldu dəqiqlik mərhələsi. Və 4-cü mərhələmiz artikulyasiya. Artikulyasiya sözündə görürsüz art sözü var. Art nədir? İncəsənət deməkdir. Yəni ki, bu mərhələdə ən çox qurmaq, yaratmaq öz əksini tapır. Bir çox işi eyni vaxtda görmək artikulyasiya mərhələsinə aiddir. Məsələn, belə bir misal gətirək ki, video çarxı hazırlamaq. Video çarxı hazırlayanda biz nə edirik? Həm musiqidən istifadə edirik, həm şəkillərdən istifadə edirik, həm videolardan istifadə edirik. Deməli, nə edirik? Yeni bir video çarx hazırlamaq üçün bir neçə vəsaitdən istifadə edirik. Burada nə oldu? Artikulyasiya. Yəni, bir neçə elementin, bir neçə bir şeyin birləşdirərək bir şey əmələ gətirməyimiz oldu artikulyasiya mərhələsi. Deməli, bu mərhələdə nə oldu? Şagirdlər müxtəlif fəaliyyətləri ardıcıl, dəqiq və sürətlə yerinə yetirməlidirlər. Deməli, artikulyasiya bizdən nə tələb edir? Bacarıq və məhsulu yeni vəziyyətlərə uyğunlaşaraq onları dəyişdirmək tələb edir. Artikulyasiya mərhələsində bildik, bir neçə elementin, bir neçə video çarxdan, musiqidən və yaxud da videodan istifadə edərək, onları birləşdirərək bir dənə video çarxın əmələ gətirilməsi artikulyasiya mərhələsinə aiddir. Və gəlirik 5-ci, sonuncu mərhələmiz olan təbiiləşmə mərhələsi. Burada da xarakterizə etmədə olan açar sözlərdən istifadə olunur. Yəni ki, daim, həmişə, hər vaxt, hər zaman bu sözlərdən istifadə olunur. Amma bir fərq var ki, xarakterizə etmədə emosional sahədir. Orada insanın hissləri, emosiyalarından hərəkətlər yerinə yetirilir. Amma psixomotor sahədə isə burada hərəkətlərdən söhbət gedir. Yəni şagird hərəkətləri ilə onu göstərir. Məsələn, deyirik ki, şagird kompüterə baxmadan gözü bağlı şəkildə klaviaturadan sərbəst şəkildə istifadə edir. Yəni artıq şagirddə o avtomatikləşib də, düzdürmü? Gözü bağlı halda belə klaviaturanın yazılarından istifadə edə bilir. Bu nə oldu? Burada görürsünüz hərəkət var. Amma psixomotor sahədə, emosional sahədə necə idi? Məsələn, deyirdi ki, şagird hər gün məktəbə gələrkən hər gün müəllimlərə hörmət nümayiş etdirir. Burada görürsünüzmü, onun daxili hisslərindən söhbət gedir. Ona görə də xarakterizə etməklə təbiiləşmənin fərqi budur. Və psixomotor sahədə bir dənə misal deyək ki, məsələn, şagird futbol oynayarkən həmişə sürət nümayiş etdirir. Deməli, bu şagirddə nə olubdur? Bu artıq onda təbiiləşib. Yəni, hər gün bu hərəkətləri yerinə yetirdiyinə görə o şagirddə bu hərəkət təbiiləşib. Deməli, təbiiləşmə nə oldu? Şagirdin bacarığı avtomatik şəkildə həyata keçirilir. Bu mərhələdə artıq bacarıq vərdişə çevrilmiş olur. Yəni, burada şagird bir sözlə desək, bir və ya bir neçə bacarığı asanlıqla yerinə yetirir. Həm fiziki, həm zehni gərginlik olmadan bu bacarığı avtomatik şəkildə həyata keçirir. Bu da oldu təbiiləşmə mərhələsi. Elə başa düşürəm ki, psixomotor sahə, emosional sahə o qədər də çətin olmadı.
Ümidvaram ki, başarıya düşəcəksiniz, anlayacaqsınız müəllimlər. Çox sağ olun. Hələlik.